Azərbaycanın en güzel yerleri, en güzel gölü harada diye sorsalar, birinci növbədə Kəpəzin ta ətəyində yer almış Maral Göl deyərəm. Düzdür, hələ ala gölləri görməmişəm. Amma buranı bir fərqli sevirəm. Çünki bura insan əli dəyməyib. Bura hər şey ta yaradılışda olduğu kimidir. Yaradılışı bir zəlzələdən bağlıdır. Kəpəz dağından uçan daşların Ağsu çayının qarşısını alması ilə çox gözəl bir göl peyda olur. Göygöl və digər göllər Maral Gölə nisbətdə daha aşağıdadır. Və bugün sübut olunur ki, məhz onlar Maraldan süzüldən axar sular nəticəsində yaranmış göllərdir. Kəpəz bu aralar çox gözəldir. Mən Kəpəzə fevralın qışında qalxmışam. Qar dizə qədər olduğu bir dönəm idi. Amma bu ərəfələrdə gəlsəniz, buzluq tərəfdən qalxsanız orada hətta laləliklər də görə bilərsiniz. Amma çox gözəl bir yerlərdir və mən çox sevinirəm ki, bir neçə ildən sonra sırf YouTube'daki çəkiliş adına, Azərbaycanı tanıtmaq adına yenidən buradayım. Göllər vloguna xoş gəldiniz. Burada en çok sevdiğim yer belki de bu ağacın altı, bir de bu dayadır. Burada saatlerle oturup bizi Kəpəzə baxmaq olar. Ben buranın payızını da görmüşəm Allah'ın lütfü sayesinde. Bir de bura payıza gələsiniz. Payızda çəhrayının, sarının, qırmızının milyon dənə rəngi var. O kadar gözəller renk karışır. Və mən həmin payızda, ilk dəfə mən buralarla mən payızda rastlaşmışdım. Başa düşürdüm ki, bütün fəsillərin şahı da məhz payızdır. Lakin mayın gözəlliyi ondadır ki, yaşılın hələ təzə çalarlı olan vaxtıdır və güllərin, çiçəklərin bol olduğu bir dönəmdir. Bu səslər ki var, bu səsi heç nəyə dəyişməyən insanın özünə gəlməsinin, duyğuların yenilənməsinin bir səsidir. Nə yaxşı ki, belə bir təbiətimiz var, nə yaxşı ki, Allah bizə lütf edib bu gözəl təbiəti, bu quşları, bu ağacları. Çoxdandır buraların həsrətindəydim və bugün elə bilsən ki, ən əziz insanıma qovuşan kimi bir duyğum var. Demək Göygölün Maral Göldən çıxdıq və videonun əvvəlində qeyd elədiyim kimi Göygölə gəlsəniz Göygöl Milli Qoruğuna yaxınlaşırsınız və orada bir neçə dənə marşrut xətti var ki, o marşrut xəttlərindən siz seçə bilərsiniz. Yalnız Göygölə və yaxud Maral Gölə getməklə kifayətlənməyin. Burada meşə içində olan digər gölləri də istifadə edin. Göygöl Milli Qoruğu çox gözəl bir işə imza atıb. İçində Göygöl olmaqla digər göllərdə marşrut xəttləri müəyyənləşdiriblər. Yəni siz qoruğa yaxınlaşanda 20 manatdır. 20 manata marşrut xəttini seçirsiniz. İstənilən orada marşrut xəttləri var. 7 marşrut xətti təqdim olunur deyəsən 7 ya 10 yalançı olaram, amma maksimum 10'a qədərdir. Sizə bələdçi də verirlər və çox rahat şəkildə həmin marşrut xəttləri boyunca meşələrin gözəl içindən getməklə Qara Gölə gedə bilərsiniz, Şamlı Gölünə gedə bilərsiniz, Güzgü Gölünə gedə bilərsiniz. İnanın mənə çox gözəldir. Mən onları 19-cu ildə qarış-qarış gəzmişəm. Bugün sadəcə olaraq vlog üçün Göygöl, Maral Göl və Zəli Gölünü çəkməyi düşünürəm, çünki vaxt ancaq ona yetir. Digər tərəfdən burada Göygölün bir püf nöqtəsi var, belə deyək. Tam da görsünüz, orada şlaqbaumlu bir yerdir. Mən Göygölün bu mərmərli hissəsini çox da xoşlamıram. Niyə? Çünki məsələ gölü sevməkdə deyil, amma bir növ orada hədsiz insan müdaxiləsini hiss edirəm və gölün insan qəlbinə verdiyi o bir çox naif bir duyğu var. Bir növ onu orada mən hiss edə bilmirəm. Ona görə illər əvvəl bu yolu kəşf elədik. Bu yol marşrut xəttinin üzərindədir. Yəni tək mən getmirəm. Siz də gələndə bu yolu gedə bilərsiniz. Yolda Göygöllə yanaşı Ağsu çayının mənbəyini də göstərir. Hansı yeraltı çox belə möcüzəvi bir şeydir. Onu görürsünüz və digər gölə gedib çıxırsınız. Qara Gölə gedib çıxırsınız. Və məhz bu hissədən Göygöl inanılmaz görsənir. Yəni
o gözəlliyində, o incəliyində ilk dəfə yadımdadır ki, ilk dəfə buraxdığı hissi də heç vaxt unutmuram. Tam da o daşların üstündə, o ağacların içində gölə baxanda dedim ilahi, yəni elə bilirsən ki, Cənub Şərqi Asiya ölkələrindəki o təbiət, o göllərdir. Mütləq bu marşrutu gəlin, ənənəvi Göygöl mənzərəsini görməklə yanaşı, bu hissədən də gəlib Göygölü bir o gözəlliyində hiss etməyinizi çox istəyərdim. Hər şey əl çatandır. Dediyim kimi Göygöl Milli Qoruğuna yaxınlaşmağınız, istəyinizi bildirməyiniz kafidir. Yaxşı ki, belə təbiətimiz var. Videonun əvvəlində haqqında bəhs etdiyim yerə gəldik, çıxdıq. Buranı çox sevirəm, Göygölün bu hissəsini və bu yerləri nə qədər gözəldirsə, yeri sevdirən insanlar olur və mənim üçün Göygöl Milli Parkı demək, qoruq demək, Fuad müəllim deməkdir. İllərimizin dostudur. Bugün Göygöl Milli Parkı yoxsa qoruğu? Hər dəfə çaşıram. Çox sağ olun İradə xanım. Salam əleyküm. Göygöl Milli Parkına xoş gəlmişsiniz. Milli Parkım. Biz Göygöl Milli Parkında uzun müddət çalışırıq. Çalışmağımızın əsas məqsədi bu ərazilərin təbiətini qorumaq, bu ərazilərdə elmi işləri aparmaqdan ibarət olub. Fuad müəllim Göygöl Milli Parkının direktorudur və illərini bura həsr eləyib. 2017-ci ildən mən gəlib gedirəm bu ərazilərə və o vaxtdan elə hey dostluğumuz var. Çox sağ olun. Mən çox sevinirəm ki, şəxsən bir Azərbaycan vətəndaşı kimi ki, siz bu öz işinizə iş olaraq deyil, təbiət sevdası kimi bir o amal var, o sevgi ilə yanaşırsınız. Çox sağ olun elə belə qiymət verdiyinizə görə. Mənim üçün bu bir həyat tərzidir. Yəni mən bu Milli Parkda çalışıram deyə həyatımı yaşayıram əslində, amma bu o yaşantıdır ki, və bu parkı da göz bəbəyimiz kimi qorumaq bizim ən böyük borcumuzdur, ən böyük vəzifəmizdir. 2005-ci illərdə bu ərazilərə ayaq basmışdım. O zamanlar bu Milli Parkda bir hissədə mühafizəçi işləyirdim və uzun illərdən sonra işləyə müxtəlif vəzifələrdən keçdik və bugün də Milli Parka rəhbərlik edirik. Bu işdə bizə dəstək verən hər kəsə də bu arada təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm. Bu bizə verilən bir şansdır ki, biz təbiətimizi qorumaq üçün bir şeylər edək. Yalnız qoruma prinsipləri üçün bir şeylər etmək adına bu işdə varam və həmişə də var olacaq. O mənada ki, yenə deyirəm, təbiətin qorunmasına çox sevindirici hallarımız var. Son illərdə İradə xanım Milli Park ərazilərində boz ayların, yəni qonur aylarının artımlarını müşahidə edirik. Elə gələcəkdim ona ki, yeniliklər var, nə görmüsünüz? Sonra cüyürlərin Milli Park ərazisində artıq demək o qapalı ərazilərdən açıq ərazilərə keçməsi müşahidə olunur. Yol kənarlarına çıxır, gələn turistlər bunu görür. Sonra biz ərazidə vaşaq görüntülər əldə eləmişik. Artıq bir çox fərqli istiqamətlərdə, nöqtələrdə biz vaşaqların olduğunu da müəyyənləşdirmişik. Bundan əlavə Milli Parkın həmin o Murovdağ silsilələrində bezuar keçilərinin çoxlu sayda olduğunu müəyyənləşdirmişik və gələcəkdə də bu ərazilərdə daha da ciddi qorunma sayəsində bizə həm sərhəddə olan Kəlbəcər bölgəsində bilirsiniz bəbir aşkarlandı və çox güman edirik ki, Murovdağ silsiləsinə də bu bəbirlərin gələcəkdə əgər artarsa gəlmə ehtimalları olacaq. Çünki onların yem bazası, qidası artıq Murovdağ silsiləsində də var, Göygöl Milli Parkında da var. Onu da deyim ki, vəhşi qabanların da daha çox son illərdə artdığını görürük və biz bunların açıq sayımında iştirak eləmişik. Eyni zamanda gizli kameralara düşdüyünü izləyirik. Sosial şəbəkələrdə də dayanmadan bunları paylaşırıq. Yəqin ki, siz də görürsünüz. Görürük, hə. Elə əslində buralar üçün çox darıxmışdım. Arada da indi Facebookda o videoları paylaşırsınız. Fadam deyirəm ki, ay Allah, yox, mən bura mütləq getməliyəm. O videolar insanı olduqca bu yerlər üçün xiffətləndirir. Mən bir sual verim. 2021-in mayında Naxçıvanda olanda Göygölə qalxırdım. Onda TV falan tərəfdəki kəndlərə çöl qabanlarının hücumu var idi. Buradakı indi vəhşi qabanlar deyirsiniz, onların təbiətə ziyanı olmur? Xeyr, yəni bugünkü gündə onların sayları burada o dəhşətli dərəcədə deyil. Sizin dediyiniz bölgədə 2022-ci ildə mən də olmuşam. Yəni orada həddindən artıq çoxdur. Vətəndaşların bağına, bostanına da yaxınlaşır. Gəlirlər onlar qida axtarmaq üçün. Hücum deyə bilmərəm, amma qida axtarmaq üçün. Elə bir təhlükə yoxdur əslində. Orada da bu arada sizin də Naxçıvanda Göygölün kənarında, oradakı Göygölün kənarında çəkdiyiniz aylar
həm məqam möhtəşəm idi, çəkiliş möhtəşəm idi. Çox Və hər sağ ol. dəfə baxırıq o videolara, Çox təsadüf çəkilişlərə. olmuşdu Bizə həqiqətən. çox xoşdur, çox gözəl görünür. Və bu arada sizə də bir xüsusi təşəkkür eləmək istəyirik ki, Nəyə görə? siz bütün milli parkları, Azərbaycanın bütün gözəlliklərini, istər mətbəximiz olsun, istər təbiətimiz olsun, bacardığınız istənilən istiqamət üzrə bizə məlumatların təqdim edilməsində böyük köməyiniz olmuş Xoşdur, olur. demək. Eyni zamanda Çox hələ xarici ölkələrdən də bizə məlumatların ötürülməsində və bu günləri Türkiyə kimi gözəl bir ölkədə bizim doğma bir qardaş ölkəmizdən bizə çoxlu videolar, məlumatlar təqdim eləmişdiniz. Nə yaxşı ki, baxırsınız. Çox sağ olun. Əlbəttə ki, mən bütün sosial şəbəkələri izləyirəm. Bu o deməkdə deyil ki, bütün günü biz sosial şəbəkədəyik. Yox, siz bütün günü təbiətdəsiz. Bəli, bütün gün təbiətdəyik, amma bizə lazım olan mövqelər var. Yəni biz turizm fəaliyyətimizdə var. Artıq bilirsiniz, 2015-ci ildən Göygöl Dövlət Təbiət Qoruğu 2008-ci ildən daha doğrusu Milli Park elan edilmişdi. Biz 15-ci ildən burada turistlərin gəlişinin, fəaliyyətinin demək bərpasına nail olduq və Milli Parka artıq turistlər gəlir. Həmin illərdən bəri burada biz turizm fəaliyyətinə başlamışıq. Bu arada qeyd etmək istəyirəm ki, Azərbaycanda ilk yaradılan qoruğun, Göygöl Dövlət Təbiət Qoruğunun bazasında Göygöl Milli Parkı yaradılıb. Göygöl Milli Parkı 2008-ci ildə yaradıldı. Amma qoruq isə 1925-ci ildə yaradılmışdı. Bu illəri 2025-ci il bu əsrarəngiz təbiət ərazilərinin 100 illiyi idi. Maşallah. Artıq Azərbaycanda bir əsr yaşı olan bax bu qorunmaq barədə deyirəm. Yəni xüsusi qorunmanın tətbiq edildiyi zon olaraq ən birinci yerdədir və demək tarixi məlumatlara, mənbələrə görə 1139-cu ildə dəhşətli zəlzələdən sonra bu ərazilər formalaşır və bu ərazilər dedikdə buradan ibarət deyil. Hal-hazırda Milli Parkın ərazisi 12.755 hektardır. Bunun bir hissəsi qayalıqlardır. Murovdağ silsiləsində, Kəpəz dağı silsilələrində olan böyük qayalıqlar var. Və o zəlzələdən sonra güman edirəm ki, burada olan göllər yarandı, təbiət əraziləri formalaşdı. Amma son 100 ildə bura qorunma nəticəsində də necə deyərlər, balta girməmiş bir ormanlar kimi çox əsrarəngiz bir təbiət abidəsi kimi qorunmaqdadır, qalmaqdadır və biz də bu parkın qorunmasını, bu təbiət ərazilərinin qorunmasını ən ön planda saxlayacağıq. Mən şəxsən sizdən bütün bu gölləri yaradan bir şey olur da, səbəb olur. Ağsu çayın adını məsələn sizin paylaşımlardan öyrənmişəm. İnsan nəyi öyrənirsə onu deməlidir. Bir də hər şeyin bir mənbəyi çox gözəldir də. Göygölün mənbəyi buradan nə qədər aralıdadır? Düz yəni mən indi gedə bilməyəcəm, amma siz olmusunuz. Göygölün mənbəyi haqqında videolar paylaşmışıq. Dostlarımız izləyib görüblər. Yəqin ki, siz də görmüsünüz. Görmədiyiniz hissələr varsa da yenidən təqdim eləyərik. Təxminən biz buradan Qövsvarı hərəkət eləsək 4-5 kilometrdən sonra biz Göygölün mənbə hissəsinə gedirik. Hansı ki, Göygölün mənbə hissəsindən Göygölə, bax bu dərəyə daxil olan su Ağsu çayıdır. Ağsu çayı elə həmin yerdən də təxminən 3 kilometr, 2 kilometr yuxarı hissəyə qədər açıq vəziyyətdə gəlir. Mən onun bir videosunu çəkmişəm, 10-12 dəqiqəlik sizə təqdim edirəm. Bu Maral göldən, əslində dəryanın düz tuşu Maral göldür. Amma Maral göldən çıxan su, bir yerdən çıxan su batır, gəlir 2 kilometr aşağıda çıxır, həmin Ağsu çayı əmələ gəlir. Yəni bu gün Maral göldən çıxan su üstü açıq vəziyyətdə gəlmir. Qayalar onun üzərini örtmüş vəziyyətdədir. Möcüzədir. Yəni çox doğrudan möcüzədir. Artıq aşağıda Ağsu çayı formalaşıb. Ağsu çayı deyilənə görə çox nəhəng bir çaymış və bu zəlzələdən, bu dəyişiklikdən sonra ola bilsin ki, bax bu göllər yarandı. Onun qarşısında bax belə bir nəhəng belə deyək, su akvatoriyası əmələ gəldi. Bir də çox maraqlı bir məlumat da deyərəm. Deyərəm ki, bəlkə də bizə qonşu olan ölkələr içərisində ən çox qızıl xallı balığın bir arada yaşadığı göl elə Göygöldür. Suyunun demək şəffafdır, oksigenin miqdarı çox yüksəkdir. Elə ona görə də həmin o qızıl balığın burada yaşaması üçün yüksək səviyyədə, yəni imkan var. Suyun demək temperaturu ona imkan verir, suyun təmizliyi, şəffaflığı, eyni zamanda da bütün demək Gəncə demək olar ki, Göygölün suyu ilə qidalanır. Yəni bu şəhəri
Gəncə şəhərini Göygölün içməli suyu təmin edir. Son bir sual da verim. Buyurun. Əslində sizə verilən suallar çox olar, çünki gəzən ensiklopediyasınız. Zaman verilir, bəli. Hə. Parkın əməkdaşı var, dostumuz Cəsur bizə bayaq təqdim etmişdiniz və Maral göldən düşəndən sonra bir çay içdik. Cəsur orada çox gözəl bir anı paylaşdı. Deyir ki, mən onu çəkməmişim, amma gördüyüm ən gözəl mənzərələrdən biri o idi. Cüyürün Maral göldən su içməsi. O onu təsvir etdikcə mənim gözümün önündə o təsvir olunurdu. Yəni rəssam olsaydım o səhnəni çəkərdim. Və sizin bu illər ərzində mənə bəzən sahilə səyahətlərdə başınıza gələn ən gözəl hadisə, rastlaşdığınız o gözəl anlar saysız hesabsız. Ən unudulmazın bizimlə bölüşsəz sevinərəm. İnanın ki, əgər mən desəm ki, hər hansı imenli bir hadisəni desəm ki, o mənim üçün daha çox unudulmazdır. Düzdür, onların içərisində unudulmazlar var. Amma haqsızlıq edərəm, hər yeni göl çəkəndə, dağ çəkəndə, meşə çəkəndə bircə dənə cümləm var. Göygöl Milli Parkının ən gözəl yeridir bura. Siz təsəvvürsünüz nə demək istəyirəm? Bəli, amma ən çox sevindiyim məqamlar olub. Deməli, Milli Park ərazilərində biri-birindən demək, fərqli olmayan günlər var. Bütün hamısı eyni dərəcədə. Bu günləri hansı əraziyə gedirik, Kəpəz dağına, meşələrə, digər göllərə, elə oradan bir material çəkəndə, oradan bir demək, iş hazırlayanda dünyanın ən gözəl yeri, Göygöl Milli Parkının ən gözəl yeri deyə bəhs edirəm. Bu da belədir məndə. Amma olmazsa olmaz paylaşımlar və yaxud da ki, qarşılaşdığım məqamlar olub. Bundan bir hardasa 7-8 il öncə ilk dəfə video tələ vasitəsilə Qonur ayını qeydiyyata almamız və görüntünü görəndə biz çox sevindik. Sonra Vaşaqların qeydiyyatı video tələ vasitəsilə əldə olunanda çox sevindik və daha sonra bu yaxınlarda da bir-birindən maraqlı demək vəhşi heyvanların görüntülərini əldə edirik. Hər keçən zaman daha bir maraqlı görüntülər görürük. İnanın ki, fərq qoya bilmirik. Göygöl Milli Parkının bugün durduğumuz yeri ən gözəl yeridir. Mənim üçün də elədir. Allah sizdən razı olsun. Sağ olun, çox sağ olun. Mən ancaq nə dua edə bilərəm? Bol olsun ki, gələn ildə gələndə artıq danışmağa başqa mövzularımız olsun, başqa gözəlliklərimiz olsun. İnşallah. Maraqlı əhvalatlar çox olub başımıza. Biz bir günləri bir maraqlı əhvalatla danışım. Buyurun. Biz bir günləri Milli Park ərazisində gəzirdik. Bura yaxın olan digər gölün birində. Deməli, qarşımızda bir daşın üzərindən bir ördəyin havalandığını gördük. Biz elmi araşdırmacı kimi yaxınlaşdım ki, yuvaya baxaq. Yuvaya baxanda orada 7-8 dənə yumurtanın olduğunu gördük və bildik ki, burada yəni növbəti məqamlarda yeni ördək balaları dünyaya gələcək. Çox sevindik bunu görməyimizə və həmin günü biz tez də oradan uzaqlaşdıq və biz orada təbii ki, çox qala bilməzdik. Bir müddətdən sonra biz fikirləşdim ki, orada qarşı hissədə bir ağac var, orada bir video kamera yerləşdirək və bu quşun, bu ördəyin demək yumurtadan çıxma prosesini izləyərik. Çox maraqlı olar deyə düşünmüşdüm. 3-4 gün sonra kamera ilə orayı geri qaydırdım video tələ ilə. Çox bir maraqlı hadisə ilə qarşılaşdıq. Deməli, biz oradan ayrılan günü də elə bərk dolu yağmışdı. Geri qaydanda da gördük ki, hər yerdə ağaçların, yarpaqların dolu töküb. Yəni, dolu bərk düşmüşdü bura. Yuvaya yaxınlaşanda növbət dəfə artıq orada yumurtaların bir-ikisinin qırıldığını gördüm və yuvanın da dolu tərəfindən darmadağın olduğunu gördüm. Elə həmin günlərdə, yəqin ki, dolunun yağdığı günlərdə ana oradan perikmişdi. Yəni, biz perikmişdik deyirik ona, yuvadan aralaşıb getmişdi və orada mən qərar verdim. Artıq orada bir neçə yumurta salamat idi. Onların deməli çıxma şansları yox idi. Yəni oradan o yarımçıq qalmışdı bu balalar çıxartma prosesi. Mən onu gətirdim. Mən onu toyuqların altına qoydum. Belə bir iş elədik. Və inanın ki, oradan 5-6 dənə yeni ördək balaları çıxmışdı. Ondan 4 dənə salamat şəkildə qaldı və gətirdim o hissədən. Videomuz da var ondan bağlı. O videonu da paylaşdıq. Yəni həmin ərazidən Göygölə buraxdıq. Düzdür, bəzi yoldaşlar bizim işimizin içərisini bilmədiyinə görə elə bilirdilər ki, onlar məhv oldu və s. Yəni biz onu hardasa bir ay yarımlığında gətirmişdik, bir aylığında belə.
Və onun həmən yaxınlığında digər ördəklərin balaları və bizim boşladıqca getdilər ona qoşuldular. Belə bir maraqlı bir hadisə olubdu. Mən bu videonun altında sizin həm Facebook səhifənizin ünvanını, həm də YouTube səhifənizin ünvanını qoyaram ki, kimə maraqlıdırsa o təbiət videoları, Fuad müəllimin videoları şəhərin qarma-qarışıq bir dönəmində 5 dəqiqə baxırsan və dincəlirsən və Göygölə gəlmək istəyirsən. İnşallah ki, buradan da bütün dostlarımızı Göygöl Milli Parkına gəlməyə dəvət edirik və qeyd edirəm ki, Göygöl Milli Parkında artıq 11 istiqamətdə fərqli ekoturizm marşrutu var. Yəni bu il birini oraya əlavə eləmişik. Hansı ki, o Qazandurmaz dağı yüksəkliyində olan gördüm adını bayaq. Oraya əlavə elədik. Biz yeni ekoturizm marşrutu. Buraya gələn girişdə müraciət edə bilər. Bələdçilərin müşayiəti altında ekoturizm marşrutları boyunca gələ bilər. Və bircə xahişimiz də odur ki, Milli Park ərazilərində təmizliyə yüksək səviyyədə diqqət yetirək və evimiz kimidir bura. Belə də olsun. Yalnız buradan gedəndən sonra ayaq izlərimiz qalsın. O da çox gözəl dediniz. Təbiət nə qədər saxlayarsa. Allah sizə ömür versin Fatma. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Fuad müəllim, o biri yerlərdə olmuşdum, amma burada ilk dəfə də oluram. Sizə çox minnətdaram. Burada bugün ərzində də bu duyğuları yaşadım, amma burada hazırda bu qəşəng bizim üçün kəkliyatılı çay hazırladınız. Bunu içdikcə elə bir duyğum var ki, yəni Allah acır getməsin həqiqətən. Gözəl də bir ala bir söz dediniz. Yəni dünyanın heç bir yerini bu gözəl mənzərəyə öz vətənimə dəyişmərəm. Amma elə anlar var ki, elə bir görüntülər var ki, burada bizdə kəkləzimiz var, burada əlimizin altında kəkliyatılı çayımız var. Sizə çox təşəkkür edirəm. Əziyyətinizi çox tez. Çox sağ olun Radə xanım. Əslində siz də bu ekoturizm marşrutuna gələrək bir gözəllik qatdınız. Məlumat üçün qeyd eləmək istəyirəm ki, bu Göygöl Milli Parkında 11-ci ekoturizm marşrutudur. Yəni bu marşrut 2025-ci il üçün ilkdir və bundan sonra Milli Parka gələcək turistlər də girişdə müraciət edib bax bu gözəl yerə, bu yüksəkliyə gələ bilərlər. Burada bir tərəfdə bizi Göygöl gözləyir, arkada Kəpəz gözləyir. Arca biraz irəli gedəndə hətta Maral Gölü də buradan görürük. Ətrafda olan gözəllik dünyanın heç bir yerində yoxdur. Bayaq bir sözü orada da demişdim. Həqiqətən. Yəni burada da deyirəm. Doğrudan Göygöl Milli Parkı həqiqətən insanı təəccübləndirir yaxşı mənada. Bu qədər gözəlliklərin bir arada olduğu başqa bir yer tanımır. Vətənimizin qeydinə qalmalı və təbiətimizi qorumalı. Radə xanım, bir məlumat da buradan qeyd eləmək istəyirəm. Mən də budaqlı balınızdan. Bu Kəlbəcər balıdır. Nuş olsun. Elə Göygöl Milli Parkının ərazisində olan toplanan o arılarımızın bu çiçəklərdən topladığı baldandır. Arılar bilirsiniz. Arılar üçün qadağa yoxdur. Arılar da bu arada həqiqətən bütün dünyada tozlandırma prosesində, təbiətin bitkilərin çoxalmasında çox böyük bir rol oynayır və çox əvəzsiz bir nemətlər bəxş edir insana. Rəbbim dünyanı yaradanda insan üçün hər bir şey yaradıb. Nəyi məlumat üçün sizə əlavə edilmək istəyirəm ki, bugün də gənclərin asudə vaxtını təşkil üçün ən gözəl bir turizm formasıdır, ekoturizm. Gənclər dağlara qalxırlar, çadırda qalırlar, ondan sonra təbiət qoynunda gəzintilərə gəlirlər və bu onlar üçün ruhlarının qidalanmasıdır, gələcəkdə gözəl bir mühitimizin formalaşmasıdır. Yəni bu o deməkdir ki, təbiət nə qədər varsa bizim demək gələcəyimiz də o qədər gözəl olacaq. Bizim gələcəyimiz olan demək gənclərə biz belə gözəl şəraitləri də yaratmağa borcluyuq. Allah sizdən razı olsun. Allah dövlətimizdən razı olsun. Dövlətimiz bax bu günləri bu Göygöl Milli Parkında gözəl şərait var, təbiət əraziləri var. Gəlsinlər insanlar, yararlansınlar. Eyni zamanda mən buradan başqa bir yer təbliğ etmək istəyirdim. Qarşı tərəfləri görürsünüz, siz orada olmuşsunuz bu hissələrdə. Orada Pant dağları silsiləsi var, orada Alban məbədi var. O dağların o özündə Daşkəsən rayonumuz var. Orada da gözəl yerlər var. Yəni hər yer açıqdır, sərbəst gəzmək. Elə əslində ona gətirib çıxardacağam ki və o ilə bitirmək də istəyirəm. Bir duaya oturaq. Demək istəyirəm ki, bugün buradayıq və qarşı tərəfə baxırıq, Ömər Aşırım tərəfə baxırıq və içimizdə o qədər gözəl bir duyğu var ki, şükür ki, torpaqlarımız özümüzdədir. Bu vətən yolunda qanun hesabına torpaqları qaytaran şəhidlərimizin ruhu şad olsun. Allah
hər zaman deyirəm ki, Ali Baş Komandamızdan və bütün əməyə keçən bu qazi qardaşlarımızdan razı olsun ki, biz bugün burada çox rahat oturmuşuq və özü o dağlara baxıb deyirik ki, növbəti dayanacağımız Kəlbəcər olsun. İnşallah. Amin. O dayanacaqlar bizim də. Mən də fürsətdən istifadə edib, Leyla xanım sizə, Fuad müəllim sizə minnətdarıq. Gəncə Regional Turizm İdarəsi adından, Prime Invest Media adından. Bizim də məqsədimiz odur ki, Qərb regionunun bu gözəlliklərini elə həm fotolar, həm videolar tərəfindən təbliğ eləyək. Fuad müəllim gözəl söz dedi, gənclərin asudə vaxtını biz istəyirik ki, bundan sonra yəni gənclər daha da maarifləndirici, yönümlü işlərlə məşğul olsunlar. Yəni burada o qədər gözəl potensial var ki, burada o qədər gözəl. Mən ilk dəfədir bura gəlirəm Fatma. Çox gözəl. Mən gözəl yerlərə gətirməyə davam edəcəm. Siz gəlin qoyun bütün dostlarımız, bütün xalqımız, ölkəmiz görsün ki, nə gözəllikdə biz məmləkətə sahibik. Doğrudan, gözəldiniz. Nuş olsun. Çox sağ olun Rəda xanım. Siz də elə sizin biz hər gün buralardayıq. Sizlərin də gəlməsiniz, təbliğ etməniz. Biz gedirdik. Bizi yoldan sırf buraya yaxşı ki yoldan geri qayıtdıq. Dedim biraz daha başqa bir fərqli mənzərələr, amma onu da qeyd edim ki, bu son deyil. Bu son deyil. Yəni burada ilin 365 günü üçün oturub danışmağa, təbiət gözəllikləri haqqında söhbət etməyə, dastan yazmağa vaxt var. Maşallah. Yəni bu qədər gözəllik olan bir ərazilərdir. Yəni biz gözlə yaxın bir əhatəni görürük də. Ərazi çox böyükdür. 12755 hektar ərazinin o qədər bir-birinə maraqlı mövqeləri var. Biz Kəpəz dağının arxasına keçəndə, Murov dağ silsiləsinə qalxanda qeyri-adi bir məqamlarla rastlaşırıq. Bizə vaxt, çox vaxt lazımdır. İnşallah Allah bizə qismət eləyər. O önümüzdəki vaxtlar çərçivəsində də bu dağlarda olaraq. İnşallah. Proqram üzrə bir Zəli gölünü görə bilmədik. Mən görmüşəm, amma istedim kanal üçün göstərəm. Hazırda Zəli gölü portala daxil edilib. Kəlbəcər yolu üstündədir. O səbəbdən səfərimizi bu şəkildə tamamladıq. Zəlini planlamışdım, amma heç planlamadığım başqa bir yerə gəldim. Bütün yolların, bütün səfərlərin də gözəlliyi hər zaman deyirəm ki, odur. Çünki biz bir şey planlayarıq, amma yolda o planımız alt-üst olar. Uca Rəbbim elə bir şeylər təqdim edər ki, bizim planımızdan da daha gözəl olar. Burada Kəpəzin bu möhtəşəm fonu qarşısında bu vlogu tamamlayıram. Baxdığınız üçün, sevginizdən dolayı ümid edirəm ki, sevgi ilə qarşılayacaqsınız. Özünüz də bura gələcəksiniz. Baxmaqla yetməyin, özünüz də gəlin. Burada da mən də öyrəndim ki, artıq bura yeni bir marşrut xəttidir. Bura çox gözəldir, inanılmazdır. Çox istəyirəm ki, gələsiniz. Mövsüm hələ təzə başlayıb, yay hələ irəlidədir, mayın tam sonlarıdır, yaşıllığın inanılmaz gözəllik çalarlarıdır. Biz isə sizinlə kanalda Azərbaycanın bir sonraki gözəl mənzərəli yerlərində görüşəcəyik. Kanalda qalın, videoya sevgi ilə baxın, özünüzdə sevgi ilə qalın, Allaha əmanət olun.